Ünvan Hövsan qəsəbəsi 11-ci sahə kütləsi Döngəvi. Bizə dəstək olanlar Allah sizdən razı olsun. Allah sizi bizim üstümüzdən əskik eləməsin. Hər şeyə görə çox sağ olun. Gəlsinlər qardaş, buradayıq onsuz da. Bax saat neçədir? Saat bir dənə dəqiqə saat nəzarətdə qurtarıb bunu. Birə qalıb 15 dəqiqə. Biz buradayıq. Nə maşını düzsüz görsətdiyim maşınlara gecənin cekbotlarıdır bunlar. Ya bir də təqdim edirəm, hansını istəyirsən sən gələ. Ya dur gəl, bax. Gecə ilə bu maşını verirəm 5800 manat, 2019'u 2500 manat ilkin ödənişdir. Nağdi qiymət qardaşım 5800 manat avtomat korobka. 98'in 1.8 mexanikasıdır. Kosmetikaya ehtiyac var. Lüxü işləyir, kondisioner işləyir, universaldır. Bu dəqiqə 6500 manat kredit ilkin ödəniş 3000 manat. Bu saat görsədəcəm indi hamısın. Bax qardaşımsan 2018 joysticklə. Təzəli pul lazımdır. Motor korobka əla vəziyyətdədir. Güngül Krulada zaten global bir şeydir. Krulada zaten problem var. Gecə ilə 15500 manat, nağdi qiymət 4500 manat. Real alıcı var, yıxsın danışaq. Bu dəqiqə görsədəcəm. 30 xuza qardaşlar, gecə ilə satırıq 2920 xuza qiymətinə verirəm. 13.000'dən düşmüşəm 11.100'ə. Amma bu dəqiqə 11.000 təklif edən var, gəlib götürüb aparsın. Perodokda bir balaca işi var, bir də Rulavoyun lentidir. Motor korobka əla vəziyyətdədir. Real alıcı var, yıxsın. Əlimizdən nə köməklik gəlir eləyək. 3500 manatda ilkin ödənişdir. 8500 manat. 2010 polnu pul, LTZ RS, bir dənə sepbaşmaq dəyişiləcək, bir də radiatorda nasazlıq var. Nağdi qiymət 8500 manat, kredit ilkin ödəniş 2500 manat. Koja salon, lüq, ev ayağı altı, Android monitor, təkərlər yaxşı vəziyyətdə, maşındakı göz qabağındadır. Nağdi qiymət 8500 manat. Kredit ilkin ödəniş 2500 manat. Ətraflı məlumat zəng elə danışaq. Gəl bura. 1700 nəfər axşamımız xeyir olsun. 15500'dən 2013 bu dəqiqə gecə ilə 13800 manat verən var, zəng eləsin. 3500 manat ilkin ödəniş. Conclusion. Motor korobka hamısı əla vəziyyətdə, maşın göz qabağındadır. Gəl bura. Qardaş bu Honda nağdi qiymət 7000 manat 2003 1.7 motor avtomat korobka benzin. Kredit ilkin ödəniş 3000 manat. Əlaqə nömrəm səhifədə qeyd olunub. Kimə maraqlıdır? Gəl bir dənə salonunu da görsədim. Yekunlaşaq. Bax bir dənə. Kredit də mümkündür. Nağdi qiymət 7000 manatdır. Sığorta, Texas motor, ban nömrəsi, motor nömrəsi, korobkası nə olsa bizimdir. Amerikankadır. Əlaqə nömrəm də səhifədə qeyd olunub. Bu saatını danışarıq. Bu saat bir dənə qalıb. Qardaşlar Allah sizdən razı olsun. Gəl götür. Allah sizdən razı olsun. Gecə saat 1'ə qalıb. Gecə saat 1. Haycan. Captiva. Gəl bura bir dənə Captiva'nı da görsədim. Bu vapşı jackpot qiymətdir. Gəl bura. Bu dəqiqə bu Captiva'ya qardaşlar tut oraya. Bu dəqiqə qardaşım bax 2008'in Chevrolet Captiva'sıdır. 2008 2.4 motor benzindir. 11800 manat. Kimə lazımdır? 4000 manat ilkin ödəniş. Zəng edib gəlib aparsın. 5 yerli. Maşında problem. Bir dənə çöl qranatdır. Arka üstü bir çan pasimlikdir. Motor nömrəsidir, ban nömrəsidir. Hamısı yerli yerindədir. Sığortadır, Texas motordur. Korobkada problem yoxdur. Rulavoyda problem yoxdur. Hə? Kredit ilkin ödəniş vapşı oldu 3000 manat. 2008. Kimə lazımdır yıxsın, kimə lazımdır yıxsın. 380.000 probekdir, rəngi də ağ mirvaridir, lüksüz versiyadır. Motorda, korobkada nə olsa bizim. Benzin. Götür. Allah xeyrimizi versin. Gəl bir dənə bunu da riski görsədim, gəliblər buna. 9000 manat C-Class. 9000 manat. Qardaşlar Allah sizdən razı olsun. Neçə nəfər canlıyam? 1500 nəfər. 10 ili 2013'dür. O 5300 nəfər. Yox, söndürək, ucu yorulmuşam. Həm də cəmaat, qardaşımsan, cəmaat ucu çoxalır ona görə. Opşi 5200 nəfər adam izləyir bizi. 5200 nəfər. Bu saat deyəcəm, Aycan. Aycan, 1014'dür. Nə? Vita 27500. Fusion ili 2013'dür, 1014'dür. 13800 manat. Maşının sahibi buradadır, danışarıq indi. Neçə nəfər? C-Class 2 motordur. Neçə nəfər canlıyamda opşi? 5200 nəfər bu dəqiqə bizi istəyir. Axşamımız xeyir olsun qardaşlar. Allah hamını işin avan eləsin. Bax, burada olan maşınların hamısı satdıq. Nə maşın görürsünüz? Və burada satdıqdır. Gecə ilə bu maşına 11000 manat verən olsa gəlib bu dörd göz aparsın. Bu qədər. Allah sizdən razı olsun.